Hər kəsə salam, mən Əli Əlicanlı. Bugün sizə vermək istədiyimiz məlumat digər bir dəmləmə üsulu olan məşhur Aeropress. Aeropress nə ilə fərqlənir? Ümumiyyətlə, Azərbaycanda 3-cü dəfə bu il Aeropress çempionatı keçirilib. Təşkilatı dəstək üçün bütün bu icmada kim iştirak edibsə hamısına təşəkkürlərimizi bildiririk. Bu çempionatların keçirilməyi ümumiyyətlə çox önəmlidir. Mən özüm 2023-cü ilin Azərbaycan Aeropress çempionu olmuşam. 24-cü ildə Barat çempion olub, 2-ci yerdə bizim Şahanə xanım, bizim qovurmada. 3-cü il, yəni bu il Elşad, təbrik edirəm, Elşad bu il çempion oldu. Möhtəşəm performansı ilə. Hər il çempionatlarda yeni üzlər, yeni tanışlıqlar, yeni dəmləmə reseptləri, yeni belə rəftarlar Aeropress-ə qarşı görürük. Bu il ilk dəfə komandata qarşı məşhur bir Grinderə qarşı çox maraqlı belə deyim yanaşmalar gördüm. Grinderimiz də rəqs edirdilər, əla bir şeydir. Ta ki, hamı kofe sferasında belə kofeni sevsin və alətləri sındıraraq kofelərimizi dəmləsin. Bu bizim üçün bir maksimum sevinc yarada bilər. Əlbəttə, bu bir zarafatlı, düzgün dəmlik xahiş edirəm. Aeropress hər ilin demək olar ki, ən çox mövzu olan alətidir. Coffee shoplarda işləyən baristalar arasında, ümumiyyətlə icmada hələ ki keçirilən çempionatların içində ən məşhur Aeropress idi və bu il komandan çempionatı keçirildi. Düşünürəm ki, eyni səviyyədə çempionat oldu. Yəni komandan çempionatında hətta Aeropress də var idi. Yəni Aeropress ümumi olaraq çempionatların hər ikisində olduğu üçün öz önəmini göstərdi. Həm dünyada önəmli çempionatdır, həm sferada dəmləmə üsullarında ən fərqli üsuldur. Niyə fərqlidir və nəyi ilə seçilir? Dəmləmə üsulları ikiyə ayrılır. Var immersiya, var perkolasiya. Bu haqda ayrıca bir video çəkilişimiz olacaq, sizi məlumatlandıracağıq. Hal-hazırda qısa məlumatla deyə bilərəm ki, bunlardan biri suyun kofedən keçdiyim forması, yəni su ilə kofe sadəcə su kofedən keçə-keçə kofeni dəmləyir. Birində isə kofe su ilə təmasda qalır bir müddət. Bu 30 saniyə də ola bilər, 4 dəqiqə də ola bilər. Məsəl üçün cupping üsulunda siz kofenin üzərinə suyu əlavə edirsiniz. Orada kofe ilə su təmasda qalır, sonra 4 dəqiqədən sonra ayırırsınız. Keçən videodan sizə demişdim. Dəmləmə prosesi burada belə gedir. Amma digər üsullarda Proverdə isə siz suyu kofedən keçirirsiniz. Yəni kofe hazır vəziyyətdə üyüdülmüş formada filtrin üzərində olur və alətin içində əlbəttə ki, siz suyu ilə dəmləyirsiniz və oradan keçir. Bunların ikisi ayrı-ayrı bizə nəticələr verir. Bu immersiya üsulu kofe ilə suyun daha çox təmasda olduğu və kofenin daha bədənli, daha yumşaq və ekstrasiyanın daha güclü getdiyi formasıdır. Perkolasiya isə Proverlər V60, Kalita bu tip dəmləmə üsulları isə perkolasiya adlanır. İndiki dövrümüzdə fərqli üsullar var. Bonavita var. Məsəl üçün Harrier Switch var, hansı ki orada həm immersiyadan eyni anda dəmləmədə, həm immersiyadan, həm perkolasiyadan istifadə edə bilirsiniz. Aeropress bu üsulların içində ən fərqli olan üsullardan biridir. Nəyə görə? Çünki Aeropress ilə həm immersiya, həm perkolasiya deyirlər ki, dəmləmək olar. Bu bizim köhnə nəslin, yəni köhnə kofe belə deyim, icmasının fikirləridir. Bu düzgün fikir deyil. Sağ olun. Sağ olun. Deməli, Aeropressi düz dəmləmə və tərs dəmləmə. Biz bu Aeropressi düz dəmlədiyimiz zaman və tərs dəmlədiyimiz zaman düz dəmləyəndə, yəni filtr taxılır, bu çöndərilir, yəni bu vəziyyətdə filtr qalır və biz bunu dəmlədiyimiz zaman su kofedən keçmir. Yəni presdə məsələn su kofedən keçməyəcək. Tərs üsulda isə yəni ümumiyyətlə keçmir də. Yəni burada qalıb sonra fırladırıq presləyirik. Deməli bu üsulların heç biri iki üsulla adlandırılmır. Bu bir üsuldur. Yəni biz burada su ilə kofeni kontaktda saxlayırıq istədiyimiz müddət dərəcəsində və o müddəti biz bitiririk. İstəsək bunu 30 saniyə, 1 dəqiqə yarım saxlaya bilərik. Sonra biz presləyəndən sonra bu kofe və su, yəni su kofedən keçməyə başlayır. Bəzən 1.5, bəzən 2, bəzən 3 barla dəmlənir. Deyilənə görə 3 bar vermək olur. Kimsə əli ilə 2-3 bar verə bilirsə. İndi burada bəlkə elə sualların birini araya salaq. Sualları gətirin, cavablandıraq istəyirsiniz. Bir dənə bizdə sual var idi Aeropress ilə bağlı. Sual odur ki, tərs dəmləmə ilə düz dəmləmənin nə kimi fərqlilikləri ola bilər? Düz dəmləmə ilə tərs dəmləmə arasındakı fərq odur ki, düz dəmləmə nisbətən kofenin bədənini daha aşağı eləyir. Yəni oradakı dəmləmə ekstrasiya tərs dəmləmədən daha zəif keçir. Mənim şəxsi fikrimə gəldikdə isə biz kofeni düz dəmlədiyimiz zaman hardasa sonda 20 milliyə yaxın belə deyim, kofenin suyu birinci süzdüyümüz zaman, first pour-da, yəni birinci süzdüyümüz zaman, oradan bir damcı, ikinci süzdüyümüz zaman su axı tam axmır, amma damcı tökülür. Oradan 2-3 damcı, yəni hardasa 20-25 milliyə qədər su stakanın dibində yığılır və o yığılmış, dəmlənmiş kofenin üzərinə biz təzədən öz ümumi dəmlədiyimiz kofeni əlavə edirik. Mən hələ ki, tam ürəyimcə istədiyim kimi, bura dünya çempionatları da daxildir. İstədiyim kimi düz belə deyim də üsulla Aeropress içməmişəm. Ümumiyyətlə mən düz üsulu düz saymıram. Bu mənim şəxsi subyektiv fikrimdir. Mənə elə gəlir ki, düz
üsul düz deyil. Yəni mən Aeropress-i konkret olaraq tərs üsulu yaraşdırıram. Tərs üsuldan istifadə etdiyimiz zaman biz kofenin ekstraksiyasını daha güclü eləyirik. Bu ekstraksiyanın güclü olduğunu əvvəldən bildiyimiz üçün üyüdmə dərəcəsini və su temperaturunu buna uyğun eləyirik. Və bu da əlbəttə kofenin də böyük rolu var. Yəni fərqləri budur. Ona görə də düz üsulla tərs üsulun fərqi dəmləmədə birində bu formada Aeropress-i saxlayırıq. Kofeni əlavə edirik, sonra suyu əlavə edirik. İndi istər blooming olaraq istədiyimiz kimi tənzimləyirik. Sonra çöndəririk və presləməyə davam edirik. Amma digərində isə filtr qapı saxlayırıq, kofeni əlavə edirik, kofeni dəmləyirik, kofe orada dəmlənir, sonra biz presləyirik. Burada qaz çıxışında da bir fərq var. Tərs üsulla çıxanda birinci qazını çıxarda bilirik, düz suda çıxarda bilmirik. Gərək biz nəzarət edək, fıs səsi, yəni qazın çıxış səsi gələn kimi saxlayaq. Saxlamayanlar da var. Saxlamazsan o qaz kofeyə belə deyim vurur. Bu biraz dadı təsir eləyir deyirlər. Yəni mən şəxsən tərs üsulu bəyənirəm. Səhv eləmirəmsə çempionların arasında düz üsuldan istifadə edən yoxdur. Hamısı tərs üsuldan istifadə edib. Hətta dünya çempionlarının arasında mən düz üsuldan çempion olan demək olar ki, görməmişəm. Bəlkə də var, mən bilmirəm. Məncə yoxdur. Hamı tərs üsuldan istifadə edir. Yəni tərs üsul daha məşhurdur, daha düzgün olduğuna görə tərs üsul okeydir. İkinci sual o idi ki, Aeropress-də kofeni dəmləyəndə necə eləyə bilərik ki, balans dəmləmə olsun? Balans dəmləmək üçün ümumiyyətlə indi verəcəyim cavab yalnız Aeropress-ə deyil, bütün dəmləmə üsullarına aiddir. Balans dəmləmək istəyiriksə, ilk öncə biz kofeni düzgün tanımalıyıq. Yəni aləti və kofeni ayrı-ayrılıqda oxumalıyıq. Birinci biz düşünməliyik, sonra hərəkət etməliyik. Kofe dəmləmə elə bir işdir ki, və qovurma elə bir işdir ki, biz burada konkret olaraq planlı hərəkət etməliyik. Yəni necə gəlir dəmləmə ilə iş konkret olunmur. Balanslı dəmləmək üçün biz kofenin həm acılıq hissəsini, həm turşuluq hissəsini və ümumi dəmləmə ratiosunu, suyun temperaturunu, kofenin üyütmə dərəcəsini bunların hamısını düzgün formada tənzimləməliyik və bu fərdi yanaşmadır. Elə bir resept yoxdur ki, bütün kofelər orada dadlı olsun. Standart ola bilər, bir dənə reseptdən istifadə edə bilərsiniz, o kofeyə oturuşa bilər. Sadəcə o resepti daha da zənginləşdirə bilərsiniz. Məsələn, siz kofeni dəmləyə bilərsiniz, görərsiniz ki, dadlıdır. Sadəcə belə deyim, bunun balans olmağı üçün biraz daha turşuluğu artırmalısınız. Məsələn, balans olmağı üçün acılıq biraz turşuluğu öndələyir. Ona görə də biz nə edə bilərik? Biz məsələn blooming artıra bilərik, suyun dərəcəsini aşağı sala bilərik və yaxud wash kofedirsə biraz ekstraksiyonu azalda bilərik və yaxud çoxalda bilərik. Yenə də bu kofedən asılıdır, əgər infuzdursa, fermentdirsə. Yəni belə. Belə bir sual var idi ki, eyni kofedir, amma fərqli dəmləmə üsullarında dəmləyirik, bir də Aeropress-də dəmləyirik. Bunun dad fərqləri necə olacaq? Dad fərqləri bundan ibarətdir ki, əgər biz Aeropress-dən istifadə ediriksə, biz burada təzyiqdən istifadə edirik. Təzyiq kofenin avtomatik olaraq daha bədənli və ekstraksiyanın daha güclü getdiyi bir formadır. Kofe burada daha çox dəmlənir, daha belə deyim, aqressiv dəmlənir. Digərlərində isə təzyiq ümumiyyətlə yoxdur. Yəni suyun axma sürətidir. Yəni və siz istədiyiniz kimi onu dəmləyirsiniz, mərhələyə bölə bilərsiniz, ekstraksiyanı fərqli yollarla sərtləşdirə və uzada bilərsiniz. Amma ki, Aeropress-də artıq təzyiq var deyə o daha bədənli olur və daha zəngin olur. Yəni kofe daha kompleksli dadlara malik olur. Hətta eyni kofeni dəmləyib fərqlərə baxa bilərsiniz. Bu gün mənim eləmək istədiyim nədir? Əziz Məhəmməd, mənim eləmək istədiyim odur ki, biz bu gün Aeropress-in video çarxını çəkdiyimiz zaman mən istəyirəm biz espresso kofesindən istifadə edək. Hamı kimi Aeropress-ə götürək filtr kofendə mən onsuz da burada təzyiq var. Yəni bu mənim kofeni dəmləməyimi uje qabağa salıb daha çox ekstraksiya bilirəm. Mən biraz risk eləyirəm. Espresso üçün istifadə etdiyim kofedən istifadə edəcəm. Bu kofenin özəlliyi nə ondadır ki, bu Braziliya və Costa Rica kofesinin birləşməsidir. Bu blendi yaratmaqda Bariskada məqsədimiz ondan ibarət idi ki, mən bu blendi yarananda fikirləşdim ki, natural və wash kofenin ikisinin birləşməsi nəticəsində balans dad əldə etmək istəyirdim. Yəni kofedən acı kimi acı, nə turş kimi turş olsun. Çünki bəzi insanlar sırf Costa Rica istifadə edir və yaxud Kolumbiya istifadə edir. Bu belə deyim də bazarda daha çox yayılan kofələrdəndir. Braziliya onsuz da maşallah, birazdan buranın adını Braziliya qoyacağıq. Ona görə də mən bunların blendini yaratmağa qərar vermişdim və biz bu blendi yaratdığımız zaman bu blendin satışı, yəni wow hətta çatmışdı. Yəni yaxşı satışı var idi. Hətta rayonlardan alırdılar. Bu kofenin dadı ümumi olaraq balansdır. Yəni kofe yorucu turşuluğa və yaxud belə deyim narahat edici bir acılığa malik deyil. Kofenin dadı şirindir. Espressoda çox gözəl, çox zəngin dadlar alınır. Amma espressoda. İndi filtrdə də bunu yoxlayacağıq. Mən özüm şəxsən birinci dəfədir bu kofenin filtri dəmləyirəm. Yəni V60 dəmləmişəm, Aeropress birinci dəfə dəmləyəcəm bu kofedən. Bəzi insanlarda sual yarana bilər ki, espresso üçün qovulmuş kofeni biz niyə filtr üçün dəmləyirik? Uşaqlar ümumiyyətlə hər qovulma üsulunu, hər dəmləmə üsuluna dəmləyə bilərik. Güclü bir bacarığa da ehtiyac yoxdur. Burada şişirdiləcək, qabardılacaq bir şey yoxdur. Sadəcə olaraq biz kofemizin espresso üçün qovulduğunu bilirik. Parametrlərini ona uyğun dəyişirik. Daha az dəmləməyə çalışırıq. Çünki ümumiyyətlə pamol, bu temperaturdur, bunların hamısını azaldırıq. Kofemiz maksimum az dəmləyirik. Onun üçün ki bu kofe artıq çox qovrulub. Yəni biz bunu filtr üsulu ilə dəmləsək
və burada uzatsaq ekstrasiyanı, sərtləşdirsək ekstrasiyanı biz acı dadı ortalığa salacağıq, nə etsəydi. Və kofe balansdan çıxacaq. Bu kofeni balans eləmək çox rahatdır və ona görə də mən bu kofenin dadının Aeropressdə çox gözəl olacağını düşünürəm. Ballı su içəcəyik mənə gəlir. Aeropressdə bu gün istifadə edəcəyimiz kofe, Məhəmməd yenə deyirəm, blenddir. Bu məlumatı Məhəmmədə mən indi verdim, özüm də indi bu qərara gəldim və burada Məhəmmədin bir sualı yarandı. Sualımız nədir Məhəmməd? Sual budur ki, bu blend post blenddir yoxsa pre blenddir? Bu pre-blenddir. Qovulmadan öncə olunmuş qarışım. Yəni qovulma zamanı qarışım iki cür olur. Biri qovulmadan öncə yaşıl formada kofeləri bir-birinə qarışdırmaq müəyyən olunmuş qramajlarda. Biri isə post-blend, yəni hər iki növdə qovulan kofeni, qovulub bitmiş kofeni bir-birinə qarışdırmaq. İkisi də fərqlidir. Ola bilər ki, 2 dənə medium kofeni götürdüm, qovurdum, ayrı-ayrılıqda dəmlədim. Bu stabil olmur. Çünki sizin bu post-blend ilə pre-blendin arasındakı ən böyük fərq stabilliyidir. O yaxşıdır, bu yaxşıdır deyə bilmərəm. Bəzən o yaxşıdır, bəzən bu yaxşıdır. Ümumi olaraq mənim praktikama görə pre-blend daha yaxşıdır. Post-blend bəzi zəruri hallarda istifadə olunur. Hətta bəzən çempionatda post-blenddən istifadə edənlər var. Dünya qovurma çempionatında, National Roasting çempionatında post-blenddən istifadə olunur. İlk öncə demək istədiyim odur ki, biz birinci kofenimizlə tanış oluruq. Adlanır Blend Night Off, espresso üçün qovulub medium to darkdır. Medium to dark qovurma filtr üçün bəzən sizə qəribə görsənə bilər, amma biz bunu yoxlayacağıq və sizə dadını bildirəcəyik. İlk öncə Aeropress haqqında məlumat verirəm. Aeropress korpusdan və pistondan ibarətdir və filtr kap deyilir buna, bundan ibarətdir və özünə məxsus filtri var. Yəni ki, hamınız bunu bilirsiniz. Aeropressin istifadə qaydası bundan ibarətdir ki, əgər biz tərs üsuldan istifadə ediriksə, sadəcə olaraq pistonu bu korpus hissəsinə salırıq. Kofeni pistonun üzərinə, yəni korpusun üzərindən pistonu əlavə edirik. Kofemizi dəmlədikdən sonra suyla istədiyimiz parametrlərdə filtr burada olur və biz çöndəririk, dəmləməyə başlayırıq. Bu sadə üsul. İndi sizə dəmləyə-dəmləyə bunun hissəsini göstərəcəm. Aeropressin digərlərindən fərqi təzyiqdədir. Təzyiq olduğuna görə də Aeropress daha bədənli, daha zəngin, belə deyim, kofeni daha ekstrasiyalı dəmləməyə bizə kömək eləyir. Bəzən bu bizə kofenin dadında yumşaqlıq da verir. O kofenin dadının daha zəngin olmağından və daha çox dəmlənməyindən irəli gəlir. Aqressiv dəmlənmə ehtiyacı olan kofeləri Aeropressdən istifadə edib dəmləyə biləcəyimizi gətirib çıxardıq. Yəni biz bu üsulla kofelerin dadını daha çox aça bilərik. Yəni ekstrasiyanı daha güclü elədiyimizə görə kofelərdə daha balansda, daha şirin dadlar ala bilərik. Grinderimiz Komandant C40. Mən espresso üçün istifadə etdiyimə görə kofeni, bu kofe medium to dark olduğuna görə mən kliki normadan yuxarı eləyəcəm. Mən bu kofeni 30 kliklə dəmləyəcəm. Hətta 32 kliklə. Deməli dostlar, komandantımızı 32 klikə gətirdik, çıxartdıq. Hal-hazırda əlimizdə olan bu kofedən grinderimizə 18 qram əlavə edirik. Daha az kofe qramajdan istifadə edə bilərsiniz. Aha, defekt gördüm. Defektimizi əlavə eləməyək ki, kofemiz dadlı olsun. Defekt dadlardan, defekt dənlərdən və defekt insanlardan uzaq olun. Kofemizi əlavə elədik. İndi kofemizi üyütməyə başlayırıq. Suyumuzu əvvəlcədən 86 dərəcəyə tənzimləyirik. Hətta 88 dərəcəyə tənzimləyirik. Nəyə görə? Çünki onsuz da klikimizi yuxarı elədik. Daxilində həm natural, həm wash kofe olduğu üçün biz bunların hamısını nəzərə almalıyıq. Ona görə də mən suyun temperaturunu 85-ə, 84-ə, 82-yə, nə bilim 50-yə də salmıram. Kofe su isti olmalıdır, amma nisbətən aşağı əlbəttə. Ona görə də mən 88 dərəcədən istifadə edəcəm. Kofeni çox az dəmləyəcəm və ona görə temperaturu biraz yuxarıda saxlayıb kliki çox böyük elədim ki, kofeni dəmlədiyim zaman istəyirəm ki, blooming eləyim. Yəni normalda bu tip üsullarda bloomingdən çox istifadə eləməmək lazımdır, çünki kofe çox qovulub. Biz bloomingdən istifadə eləyək deyə kliki biraz böyük elədik və bypass üsuluna əl ata bilək deyə. İndi biz dadına baxdıqdan sonra bypassa ehtiyac var və yaxud yoxdur, buna baxacağıq. Hal-hazırdakı mənim planlamama görə 18 qram kofeyə 200 ml su əlavə eləyəcəm. Suyu əlavə etdikdən sonra, belə deyim, hardasa 18 qrama 40 qram su əlavə eləyəcəm, bir 20 saniyə gözləyəcəm. 20 saniyədən sonra sürətli şəkildə digər hissəsini əlavə eləyəcəm, 160 qram əlavə eləyəcəm. Əlavə etdikdən sonra gözləmədən presləməyə başlayacağam. Yəni sadəcə qapı taxıb gözləmədən dəmləməyə başlayacağam. Buradakı səbəbim kofeni az dəmləməkdir. Turşuluq hissəsində həmin o bloomingdən 20-30 saniyə saxlayıb bloomingdən alacağam. Məqsədim kofeni 1 dəqiqəyə qədər dəmləyib bitirməkdir. Dadına baxacağıq və dəmləməmizin sonunda dadlarını sizə bildirəcəyik. Üyüdülmüş kofemizi Aeropressimizə əlavə edirik. İlk öncə kofemizin qoxusuna baxırıq. Quru formada qoxuladığım zaman südlü şokolad və bal qoxusunu hiss elədim. Mən filtr kapımıza 2 ədəd
kağız filtr əlavə edirəm. Filtrimizi əvvəlcədən nəmləndirirəm isti su ilə. Filtrin qıraqlarında yığılan sular dəmləmə zamanı bypassa gətirib çıxarda bilər və filtrin cırmağına gətirib çıxarda bilər. Bir filtr və iki filtr arasındakı fərq kofenin dəmləmə zamanı yağlılığını və dəmlənmiş kofenin bədəninə təsir eləyir. Mən iki filtrin verdiyi effekti daha çox sevirəm, çünki kofenin yağlılığını daha çox qəbul eləyir və kofe daha bədənli olur. Eksesi daha çox güclənir. Hal-hazırda kofemiz hazırdır, suyumuz hazırdır. Vaxtı başladıram. Və dediyim kimi 40 qram su əlavə edəcəm, hətta 60 qram. Qaçışdırmıram, stir eləmirəm. Nəyə görə? Çünki ekstraksiyanı bloomingdə gücləndirmək istəmirəm. 20 saniyə məncə mənə kifayət edəcək. 20 saniyədən sonra digər 150 qram əlavə edirəm. 140 qram. İndi riyazi səhvlər tutmasınlar bizdən. Bəli, suyumuzu 200 ml-yə çatdırdıq. 2 dəfə qaçışdırırıq. 1, 2. Dəmləməmiz maksimum tez bitməlidir. Presləmə hissəsini keçirik. Preslədiyimiz zaman yatağımızı korlamamalıyıq, yəni bed hissəsi. Ona görə də maksimum dərəcədə çalışırıq ki, biz aeropresin sıxdığımız zaman artır hərəkətlərdən yox, ovucumuzun içinə sıxmaqdan istifadə edək və bizim dəmləməmiz zamanı əgər kofenin bed hissəsi korlanıbsa, bu kofenin dadında quruluğa gətirib çıxardır. Quruluğa da bizim ehtiyacımız yoxdur, ona görə də kofemizi dəmləyib bitiririk. 1 dəqiqə 30 saniyəyə kofemiz dəmləndi, bitdi. Hal-hazırda bunu serverə əlavə edəcəm. Kofemizin soyumağını gözləyirik. Kofemizi mütləq dərəcədə əvvəlcədən tarasını çıxartdığımız qaplardan birinə əlavə edəcəyik. Nəyə görə? Çünki biz kofemizi bypass eləsək, mütləq dərəcədə onun əvvəlcədən qramajını bilməliyik. Qramajını bilməliyik ki, ümumiyyətlə çıxışını bilək. Bu bizə çempionatlarda iştirakda kömək eləyir və kofemizi əlavə eləyək. Gözlədiyim kimi 180 ml çıxış oldu. İndi kafein qaşığı vasitəsilə kofemizin dadına baxacağıq. Kofemizin dadlandırması zamanı mütləq dərəcədə ilk öncə onun isti formada dadı ilə tanış oluruq. İsti dadı ilə tanış olduqdan sonra biraz onun soymağını gözləyəcəyik. Təxminən çempionat zamanı hakimlərimizə kofeini hardasa 60 dərəcədə dadına baxmağa icazə verməliyik. Çox qaynaq olmamalıdır. Düşündüyümüz kimi kofemizin dadında narahat edici bir acılıq yoxdur və turşuluq hissəsi yerindədir. Gözlədiyimiz kimi dadı alındı. Hətta mən bu kofeni bundan da biraz aşağı dəmləyərdim. Məsəl üçün, nədən razıyam hal-hazırda? Seçdiyim kofe üyütmə dərəcəsindən razıyam. Yəni, məncə çox ideal seçim idi. Çünki 32 klik, normalda 27, 28, 29 kliklə dəmləyənlər olur. Mən niyə 32 klikdən istifadə edirdim? Çünki qovurmanın dərəcəsini bildiyimə görə, yəni qovurmanın daha tünd olduğunu bildiyimə görə kofenin üyütmə dərəcəsini böyük elədim. Suyun dərəcəsini aşağı elədim, amma bundan da aşağı eləyib, daha belə deyim, bundan daha yumşaq dad ala bilərdim. Sadəcə blooming eləyə bilim deyə üstünlüyü verdim üyütmə tərəfə. Yəni mən kofenin ekstraksiyası az olsun deyə vaxtdan və üyütmədən kəsdim. Üyütməni böyütdüm, vaxtı azaltdım. O səbəbdən də kofemiz balansdır, kompleksidir. Yəni espresso üçün qovurmuş kofedən bu dadı çıxartmaq əla, mən bəyəndim şəxsən. Kofemizə 5 ml bypass edirik. Bunu niyə eləyirik? Minerallaşdırılmamış su ilə. Bunu ona görə eləyirik ki, bizim kofemizin dadından nə qədər razı olsaq da, bypass olunmuş formasının dadına mütləq baxmalıyıq. Yəni bu istədiyimiz daddan daha balansı apara bilər. Çünki bypass kofenin dəmlənmiş formasına əlavə olunmuş su, yəni bu kofenin dadını çox dəyişir. Mütləq o dadını bilmək lazımdır. Bir də indi bax, dad balansı daha da artdı, şirinliyi artdı. Bayaq kofedəki olan acılığı və turşuluğun balansı daha azaldı, yəni bədən biraz daha düşdü. Bədən biraz düşə bilər, amma kofenin şirinliyi daha çox, məncə çoxaldı. Aftertaste bayaq daha uzun idi, daha belə deyim, intensivliyi yuxarı idi. İndi aftertaste'in uzunluğu məncə daha da artdı, amma intensivliyi biraz azaldı. Aftertaste, yəni sonradan hiss olunan dad, kofeni içdikdən sonra hiss olunan dad daha aşağı düşdü, amma kofenin dad vaxt baxımından, yəni uzandı, effektliyi aşağı düşdü. Yəni daha az hiss olunur, amma daha uzun müddətli hiss olunur. Bu seçimə görə dəyişir. Məncə burada iştirakçılar hakimlərin və yaxud baristalar, müştərilərin ağız dadına uyğun bunu dəmləməlidirlər. Mənim bu bypass forması daha çox xoşuma gəldi, çünki daha bədənli idi. Amma bu forması da bayaqkindən daha şirin alınıb. Bir dənə sual. Bəli.
Adətən yarışmalarda suyu minerallaşdırmaq xətrinə hamı minerallaşdırır. Oha. Bəs suyu minerallaşdıranda nəyə fikir vermək lazımdır? Əziz baristalar və əziz Aeropress dəmləyən, hər kimsənsə sən Aeropress dəmləyən qardaş, bacı. Aeropress ümumiyyətlə kofeni dəmlədiyiniz zaman konkret olaraq espresso və ya filtr fərq etmir. Anlamalısınız ki, su bu işin ən önəmli hissəsidir. Filtrlərdə və espressolarda suyun cüzi dəyişikliyi kofenin dadına həddindən artıq çox təsir edir. Çox minerallı su ekstrasiyanı gücləndirir. Bunu yadınızda saxlayın. Amma 40 ppm, məsəl üçün high water-la, 40 ppm third wave-lə və 40 ppm asfilterin bizə verdiyi su ilə. Bunların üçü də ayrı-ayrı şeylərdir. Birinin tərkibində maqni və kalsium var, birinin tərkibində maqni, kalsium və sodium klorid var, üçündə də maqni klorid, kalsium klorid və sodium klorid var. Digər asfilterin tərkibində isə bütün mineralların, yəni hansı ki suda olur, bunun tərkibində yod da var, bütün mineralların 40 ppm-ə salınmış formasıdır. Bunların üçü də ayrı-ayrı dadlar bizə verəcək. Ona görə də biz suyumuzun filtrləşdirilmiş halını seçəndə, ona mineral qatanda mütləq dərəcədə bunu reseptdə fikirləşməliyik. Biz əgər kofeni balanslaşdırmaq istəyiriksə, məsəl üçün third wave-in effektiv dadı var. Third wave-in light roast üçün istifadə olunan mineralı o suya qatıldığı zaman mütləq dərəcədə distillə suya qatılır. O 30 saniyə dəyişdimi? Onun dadına görə bir damcazlıq var. Amma belə qəşəng aldı, hə? Belə yaxşıdır. Bypassdan sonra mən daha çox bəyənirəm. Çəkir. Bir dəqiqə. Sən cupping elədin. Sustamışdın. Bilməliyik ki, bunun tərkibində konkret olaraq sodium bizə nə verir, sodium klorid nə verir. Məsəl üçün third wave-də kalsium klorid nə verir və maqnezium yox, maqni klorid bizə nə verir. Bunların biri turşuluq, biri şirinlik, biri bizə bədən verir. Ayrı-ayrılıqda bunların hamısını ayrı-ayrı istifadə edib effektiv bir kimyəvi maddə istifadə edə bilərik. Suda bunun məsəl üçün ancaq suyun şirinlik hissəsi minerallaşar. Bunların hamısını ayrı-ayrıca öyrənmək lazımdır və dövrümüzdə bu çox asandır. Harda qalmışdıq? Yəni ChatGPT ilə gücünüzə, falavıza baxmaqdansa, həmin bu suallarınızı konkret olaraq ChatGPT-yə verib suyun effektivliyini öyrənə bilərsiniz. Su, yenə deyirəm, çox önəmlidir. Yəni kofedə suyun dəyişikliyi cüzi formada olsa, o kofenin konkret olaraq dadını dəyişir. Kofemizin dadına bir də baxırıq soyuduğu zaman. Əla. Bu üsullardan fərqli olaraq Aeropressdə siz fərqli filtr qaplar var. Dəmir filtr istifadə edənlər var və flow control app var bir dənə Aeropressdə. Mən bu il çempionatda ona iştirak etmişdim. Möhtəşəm bir şeydir. Məhəmməd, möhtəşəm bir dənə alətdir. Aeropressin bütün sistemini dəyişir. Kofeni daha çox ekstrasiya eləməyimizə kömək edir. Əlbəttə onun istifadə qaydası fərqlidir. Bunu başqa videolarımızda insanlarla paylaşarıq, bölüşərik. Mütləq dərəcədə kofeni dəmlədiyiniz zaman əziz baristalar open mind olun. Yəni dəmlədiyiniz zaman mütləq 1-ə 15, 1-ə 12, su 95 düşməyim aşağı nə olar. Hər şeyi yoxlayın. Hər şey. Mən yəni soyuq su ilə belə kofe dəmləmişəm. Hər şeyi mütləq dərəcədə yoxlayın. Yəni düz dəmlənməyib, amma yəni yoxlamışam ən azından. Yəni mütləq dərəcədə yoxlayın. Kofeni dəmləyin. Kofelən biraz çalışın, işləyin. Fərqi yoxdur siz rosterdə işləyirsiniz, fərqi yoxdur siz qəhvəxananın nümayəndəsisiniz. Əlinizdə çaynik, kofe, üydən və stakan varsa dəmləyin getsin. Yəni bunun hamısı praktikaya bağlı olan bir şeydir. Sadəcə olaraq siz mütləq dərəcədə dayanmamalısınız. Beyninizi istifadə edin, mütləq dərəcədə bunların hamısını araşdırıb öyrənə bilərsiniz. Aeropress videomuz bu qədər. Mən Aeropress haqqında daha çox məlumat, filtr kapla və dəmir filtr ilə daha çox məlumat verə bilərdim. Sadəcə bunu insanların beynində sual olaraq saxladım ki, bu üsullardan kim istifadə edib, nə cür faydalanıb, nə effektivlik əldə edib. Çox şirin alınıb. Və mütləq dərəcədə nə bildirmək istəyirəm. Biz qəhvəxana və Rostviz Əli, yəni mənim şəxsi Instagram səhifəm hansı ki kofe bloqu deyək, buna kim necə istəyir adlandırsın. Sadəcə olaraq öz biliklərimi, özüm bir məqam sahibi saymıram, amma öyrəndiklərimi insanlarla paylaşmağı seçdiyim səhifə, yəni Rostviz Əli və qəhvəxana səhifəsi. Bu ikimizin birləşməsi nəticəsində alınan bir töhfədir. Bizim sadəcə məqsədimiz kofe icmasında olan inkişafdır. Baristaların sadəcə kofeni götürüm dəmləyim yox, bu dəmlədiyim zaman mən nə edirəm, nəyi necə edirəm, nə elədiyim zaman nə hərəkətlər baş verir. Biz qərar verdik ki, bunu eləyək. Məqsədimiz yenə deyirəm inkişafdır. Bu inkişaf yolunda bizə dəstək olmaq istəyən, hətta bizlə iştirak etmək istəyən kim varsa, hamımız, yəni mən hamı tanıyır, Məhəmməd hamı tanıyır. İstifadə edə bilərsiniz bizim Instagramımızdan, nömrəmizdən əlaqə keçə bilərsiniz, səhifələrimizə yaza bilərsiniz və biz bütün təklifləri açırıq. Biz videoya qonaq dəvət edəcəyik, seminarlarımız olacaq, ümumiyyətlə təlimlərimiz olacaq.
Bütün bunların hamısı üçün ilk öncə bizim insanlara bu dəmləmə üsullarının ilk addımlarını göstərmək məqsədimiz. Yəni mən V60-ı sizə 50 cür dəmləyib verə bilərəm, Aeropress-i 50 cür dəmləyib sizə video göstərə bilərəm, amma bunların hamısı biz bir yerdə elədiyimiz zaman və bir yerdə anladığımız zaman önəmlidir. Mən evdə oturum dəmliyim videosunu çəkim paylaşım, eyni şeyi siz təkrarlayıb dadına baxa bilməyəcəksinizsə bunun bir mənası yoxdur. İlkin videolarımız sadəcə olaraq sizin və bizim tanışdıq hissəmizdir. Biz bu tanışdığı daha yaxın proyektlərə birləşdirəcəyik. Yenə deyirəm, sualı olan müraciət eləsin. Hamınıza təşəkkür edirəm. Çox sağ olun. Biz bir də filtrlə danışdıq. Filtrdən danışdıq, şeydən danışdıq, mineraldan danışdıq. Başqa sual var idi? Yox. Məncə bundan sonra nə sual varsa ancaq yazsınlar, cavablandırım. Bu qədərdir.